Günəş bürcü, indi biz hamımız bürc adlandırırıq. Hamı deyir, məsələn, sən nə bürcündənsən deyir, filan bürcdən. Bu günəş bürcüdür. Ay bürcü, ay da müəyyən bürcdən bir keçirmişdi. Həmin anda insan dünyaya gələn ayda bu ay bürcüdür. Xüsusilə gecə dünyaya gələn insanlara daha güclü təsir göstərir. Nəinki gündüz dünyaya gələn və bizim bax o həmin duyğularımızı göstərir. O bizim daxili aləmimizdir. Bizim belə deyək də kölgə tərəfimizdir. Yüksələn bürcümüz bizim həyat missiyamızı, həyat yolumuzu göstərir. Biz hansı yolla getməliyik? Hara gedirik biz? Bax o sualın cavabıdır. Biz dünyaya gələrkən, bax necə ki horizontda günəş doğmur, bax eləcə doğan bürcə yüksələn bürc deyilir. Və həmin bu bürc bizim həyat yolumuza təsir göstərir. Həm də yüksələn bürc bizim xarici görünüşümüzü də əks etdirir. Yəni insanın yüksələn bürcünü onun xarici görünüşündən biraz təyin eləmək mümkündür. Venera daha çox şəxsi həyata aiddir, biraz maliyyə mövzusuna da aiddir Venera. Günəş ümumiyyətlə bizim həyatımızın fundamentidir. Necə ki, yəni bu təbii proseslərə bağlıdır. Necə ki, günəşsiz heç bir bitki yaşaya bilməz, heç bir insan yaşaya bilməz, ümumiyyətlə həyat olmaz bu dünyada. Bax, eləcə bizim həyatımızın bünövrəsi bizim doğum xəritəmizdə də günəşdir. Günəşə bizim enerjimiz də bağlıdır, bizim həyatımız, nəfəsimiz, hər şeyimiz bağlıdır. Ona görə əsas odur. Gecə parlayan ulduzumuz aydır. Ona görə o bizim daxili artıq aləmimizdir. Başqalarına qaranlıq vaxtın planetidir də zamanın. Ona görə bizim daxili aləmimizi göstərir, hisslərimizi, emosiyalarımızı göstərir, duyğularımızı. Venera bax belə şəxsi həyatımızı, Mars bizim hərəkətimizdir. Biz bax yerimizdən durub nəsə bir şey etməyə addım atırıqsa, artıq bu Marsın təsiri altındadır. Aha, digər planetlər bəs nəyə cavabdehdir? Bax Merkuri, bax biz indi oturub söhbət edirik, eləmi? Merkuri bax bunu idarə edir. Bizim nitqimizdir, şuurumuzdur, düşüncəmizdir, bu Merkuriyə aiddir.